100-dən 200-dən çox qəbillər suyun içindədir. Bu dəfə dirilərin yox, ölülərin mənzili su altında qalıb. Paytaxtın Maşdağa qəsəbəsindəki Məhəmməd Bağır qəbirstanlığında onlarla məzar su altındadır. Mən uşaqlığım burada keçib, biz burada su görməmişik. Burada quyu qazıyırlar, 11 metrdən su çıxır. 11 metrdən, indi quyu daşır. Su gəlir, quyuya tökülür, quyudan da nasoslar vasitəsilə vururlar kanala. Gecə-gündüz vururlar, heç bir xeyir yox. Yaxınlarının məzarları su altında qalan sakinlərin sözlərinə görə aidiyyatı qurumlara müraciət edilsə də illərdir heç bir nəticə yoxdur. Qəbirlərimiz qalıb su altında. Bir ara yox idi su. Su yığıldı. Şikayət zad olundu, su yığıldı, qəbirlər təzədən bərpa olundu. Amma indi yenə də qəbirlər su altındadır. Yəni ata-anamız, qohumlarımız hamısı su altında. Su basır, qəbirlər su altında qalıb. İndi cəmaat getmişdi, qamışdıqdan sonra qəbirlərini təzədən düzəltdirmişlər, eləmişlər. İndi yenə də həmin yer yenə su altında qalıb. İndi sözün düzünü demək lazımdır. 2 dənə motor qoyublar, vururlar, amma qabağını almaq mümkün deyil. Bu qurun suyudur da, yəqin ki, onun bir gedən, axar yeri olmalıdır. Məsələ ilə bağlı Maşdağa Bələdiyyəsindən Xəzər Xəbərə bildirildi ki, qurun suları ərazidə artıb. Səbəb isə yağıntıların son aylarda çox olmasıdır. Qurun suları yerüstü səthə bizdən asılı olmayaraq, yəni əhalidən asılı olmayaraq çıxması təbiidir. Yəni burada təkcə deyil, 70-ci illərin sonlarından. Burada fövqəladə hallar 13-cü ildə böyük 72 dənə motor qoyulub, 12 dənə böyük motor nasoslar suyu kənarlaşdırırlar onsuz. Ancaq bu il yağıntıların səbəbindən, həddindən artıq yağıntılar bir qədər suyu daha çox yuxarı qaldırır. Yaxın vaxtlarda, yəqin 5 günə, 10 günə yenə su çəkiləcək. Çünki kənarlaşdırma gedir, yağıntılar zamanı yaranan problemdir o. Bələdiyyədən o da bildirildi ki, dəfələrlə qəbirstanlığın ərazisinə qum və torpaq tökülüb təmizlənib, lakin problem yenə də təkrarlanır. Minaya Zamanova, Namiq Hüseyev, Xəzər Xəbər.